Ya tutururlar, kəşf edirlər də. Bizi nədən incisinlər. Mən başa düşə bilmirəm, bizi niyə həkim saymırlar? Onların sözlərinə görə toplaşmaqda səbəb budur ki, işlədikləri klinikalarda iş otaqları üçün Bakıda aylıq 1800 manat, bölgələrdə fəaliyyət göstərənlər üçün isə 1200 manat pul tələb edilir. Diş həkimləri bildirir ki, aylıq maaşları az, tələb olunan pul isə çoxdur. Bəs onlar bu vəziyyətdə nə etməlidir? Biz uşaqlarla işləyirik, təminat yoxdur. Ayda yenə də 5 manatlıq ödənişlərimizi bacardığımız qədər ödəyirik. Maaşımız da 530 manat maaş alırıq. Yəni bu pulu vermək bizim gücümüzdə deyil. Digər ixtisas sahibləri var, terapevti olsun, ultrasəs müayinəsi olsun, ya travmatoloq olsun. Onlar da bizi kimi işləyirlər. Onların fiks maaşı 1250 manatdan başlayır. Amma bizim aldığımız maaş 500 manat. Bizim istifadə edildiyimiz materiallar şəxsi cibimizdə əldə olunan materiallardır. Özdə yüksək para tələb edən bir şeydir. Materialları ya bizə versinlər, bizim də maaşımızı versinlər, yüksək maaş versinlər, bizim də bonuslarımızı versinlər. Hansı qanuna əsasən bunu eləyirlər? Bura yığılan həkimlərin heç biri inanın ki, həmin gündən əlimiz işə yatmır. Biz bu dəqiqə xəstələrin yanında olmalı. Biz işimizi, gücümüzü tullayıb gəlmişik bugün bura. Yəqin gecəni ya tutururlar, kəşf edirlər də, ixtiralarıdır. Bizi nədən incisinlər, xalqı necə incisinlər, xalqla dövlət arasında uçurum necə yaratsınlar. Sadəcə müayinə pulu dövlətə 5 manatdan ödəniş olunur hər bir uşağa görə. Eybi yox, buna da razıyıq. Mən uşaq poliklinikasında işlədiyim üçün uşaq öz adımdan deyə bilərəm ki, uşaqlardan biz bu 1800 manatı nə cür yığa bilərik? Biz onların narahatlıqlarını anlayırıq və açıq platformada, açıq müzakirələrdə onların fikirlərini dəyərləndirməyə və eşitməyə hazırıq. Hazırda da və gün ərzində də stomatoloqların hər biri ilə qrup şəklində danışıqlar aparılacaq, onların fikirləri dinləniləcək və yekun olaraq qeyd etməliyəm ki, hazırda əlimizdə konkret plan, təklif və yaxud rəsmi qərar yoxdur. Hələ müzakirələr aparılır. Müzakirələrin nəticəsində ən optimal qərar qəbul ediləcək, maliyyə şəffaflığı təmin ediləcək, eyni zamanda infrastruktur daha da yaxşılaşdırılacaq. Yəni burada qeyd etmək istəyirəm ki, istənilən qərar ədalətli olacaq, ədalət prinsiplərinə söykənəcək, eyni zamanda həm tibbi personalın, həm də əhalinin daha keyfiyyətli xidmət alması və göstərilməsi üçün rəvac verəcək.